Yəni bu da çox önəmlidir. Uca Allah Quran-Kərimdə buyurur ki, Kəhf surəsində sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verilmi? O kəslər haqqında ki, onların dünya həyatındakı əməlləri boşa çıxmışdır. Halbuki onlar özlüyündə yaxşı işlər gördüklərini gümanında idilər. Yəni özləri güman edirlər ki, yaxşı işlər görürlər. Amma halbuki əməlləri qəbul deyil. İbn Kəsir bu ayənin təfsiri nə deyir? Deyir, bu ayə Allaha düzgün şəkildə Peyğəmbərin buyurduğu kimi ibadət etməyən hər kəsi əhatə edir. Yəni bu ayə onların hamısına aiddir. Yəni kim ki Allahın buyurmadığı, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin buyurmadığı şəkildə Allaha ibadət edirsə, bu ayə ona aiddir. Əməlləri puçdur. Elə zənn edir ki, yəni əməl edən düz əməl edir. Əslində isə səhv edir. Elə bilir əməli qəbuldur, amma əslində isə rədd olunur. Necə ki, uca Allah buyurur, o gün neçə-neçə üzlər zəlil olub yerə dikiləcək, yəni qiyamət günü. Dünyada üzülüb əldən düşmüşdür. Nə deməkdir bu? Amilətun nasibə. Yəni dünyada özünü üzüb əldən düşüb. Amma o gün neçə-neçə üzlər zəlil olub gözləri yerə dikiləcək. Subhanallah. Doğrudan da Eşən qardaş, görürsən ki, o bəzi məzhəblərdə, təriqətlərdə olanlara deyirsən ki, qardaş, belə bir zikr forması Peyğəmbər sallallahu əleyhi və səlləmdən gəlməyib. Sən niyə görə bunları edirsən? Deyirsiniz, zikirləri inkar edirsiniz. Amma subhanallah, biz zikirləri inkar etmirik. Bəli, indi gələcək ki, əməlin qəbul olunmasının şərtləri və həmçində elə zikirlər var ki, elə bidətlər var ki, əsli dində var, yəni dinimizdə var. Bəli. Sadəcə əlavə olunub. Çünki bidətlər iki cürdür. Var xalis bidət, yəni dində əsli olmayan bir ibadəti dinə gətirmək. Məsələn, qəbirlərin üzərində məscid tikmək. Yəni pir etmək qəbirlər. Bu dinin əvvəl İslamda yox idi belə bir şey. Və elə ibadətlər var, bidətlər var ki, onların əsli var. Məsələn, Quran oxumaq ibadətdir, bu ən böyük ibadətdir. Ancaq bu ibadəti gedib qəbir üstündə oxumaq və yaxud ölüyə oxumaq, bu artıq həmin bidətə, bu əmələ, şəriət baxımından icazəli olan bir əmələ əlavə etmək. Ona görə bidət iki cürdür. Var xalis bidət, hansı ki, İslamda heç bir əsası yoxdur və sonradan gəlib. Bir də var, İslamda əsası var, sadəcə əlavə olunur. Necə ki, bir nəfərə etiraz elədim, qəbristanlıqda Yasin oxuyurdu. Və etiraz elədim ki, belə bir şey dinimizdə yoxdur və onun mənə cavabı nə oldu? Deyir, mən inanmıram, Quran oxuduğuma görə Allah Teala mənə cəzalandırar. Deyir, Allah Teala Quran oxumağa görə insanı cəzalandıracaq. Yəni bu insan başa düşmür ki, Quran oxumaq gözəl əməldir, ən böyük, amma bu əməli sən lazımı yerdə eləmirsən, lazımı vaxtda etmirsən. Eyni sualı o Həzrət Əliyə də verirlər. O Həzrət Əli görür, namaz qılır qəbirstanlıqda və ona o cür etiraz edəndə deyir ki, mən inanmıram ki, Allah Teala məni bu iki qıldığım iki rükətə görə mənə cəzalandırsın. O da deyir ki, ona ki, yəni o iki rükət namaz qılmaq var, amma sənin o qəbirstanlıqda etdiyin o əməl səhvdir. Bu rəvayət gələcək bizdə. Peyğəmbər sallallahu müxalif olduğuna görə, etmədiyinə görə ona görə cəzalandırır. Yəni namaza görə cəzalandırmayacaq. Namazı lazımı yerdə qılmadığı görə cəzalandıracaq.